Salamlar, bugün Arar rayonunun en sevilen aşından olan turşular, yəni döşəmə plov edirik. İstənilən quş əti növündən istifadə edə bilərsiniz. Mən bugün organik toyuqdan istifadə edəcəm. Yaxşı yuyulub təmizlənmiş toyuğu duzunu istiotuna əlavə edib bir neçə yerdən çərtdim. Həm duzunu istiotunu, həm də turşunu yaxşı götürməsi üçün bunu etməyiniz məsləhətdir. Bacardıqca xırda-xırda doğradığım soğanı duzlu suda bir neçə dəqiqə gözlədib acı suyunu buraxmasını gözlədim. Daha sonra həmən soğanları yaxşı sıxıb toyuğa əlavə etdim. Üzərinə 2 çay qaşığı palçıq turşu əlavə edib tamamilə qarışdırdım. İstənilən palçıq turşusu növü və yaxud da nar şərabdan istifadə edə bilərsiniz. Nə istifadə edəcəyinizdən asılı olmadan əsasən turşu olmasına diqqət edin. Hazır olan ətləri 1-2 saat öncədən soyuducuda soyduruq. Tavaya biraz kərə yağı əlavə edib şabalıtları qovurdum. Nişastası gedib təmizlənmiş düyüyə 1 xörək qaşığı narın duz əlavə edib quru-quru qarışdırdım. Plov yaxşı duz götürməsi üçün məsləhət edərdim ki, bu şəkildə edəsiniz. Düyünü qaynamağa qoymadan öncə duzunu yuyuruq. 3 litr suya 3 xörək qaşığı qaya duzu, 2 ədəd limon dilimi əlavə edib 6-7 dəqiqə basmati düyüsünü qaynatdım. Plovu dəmləyəcəyim qazana qazmağa əlavə edib üzərinə ətləri, daha sonra soğanları düzüb, mənim evdə dondurulmuş daha öncədən vişnəm olduğu üçün təzə vişnə qoydum, amma siz burada zoğal və yaxud da hər hansı bir turş meyvə istifadə edə bilərsiniz. Turşuluğu olmasını istədiyimiz düyünün miqdarını vişnənin üzərindən düzüb, daha sonra şabalıtları, daha sonra yerdə qalan bütün düyünü qazana əlavə edirik. Düyünün üzərinə daha öncədən əritdiyimiz kərə yağı və zəfəranı gəzdirib təxminən 2 saat müddətində dəmə qoyuruq. Dəmlənən plov üçün kənarda quru meyvələri qovurub servis üçün hazır edirik. Və nəticədə aşın ən sevilən dadlarından olan turşulu aş hazırdır. Hazırlayacaq olan hər kəsin nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun.